etnografiya muzeyləri. Tarixi və mədəni irsimizi qoruyub saxlayan muzeylərimizə səyahət edək. Milli Azərbaycan Tarixi Muzeyi və Qala Dövlət Tarix Etnografiya Qoruğu yurdumuzun bütün dövrlərinə aid maddi mədəniyyət abidələrinin toplandığı, öyrədildiyi və nümayiş etdirildiyi məkan. Milli Azərbaycan Tarixi Muzeyi, Yaranma tarixi. Milli Azərbaycan Tarixi Muzeyi məşhur neft sahibkarı, xeyriyyətçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi və yaşadığı sarayda yerləşdirilmişdir. Muzey ilk tamaşaçıları 1921-ci ildə qəbul etmişdir. İlk dövrlərdə muzeyin tarix, arxeologiya və etnografiya, botanika və zoologiya və mineralogiya və geologiya təhsili, incəsənət və bədii sənət xalq təhsili şöbələri, həmçinin qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərir. Arxeologiya fondunda ilk iqtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixi öyrənilir. 80 mindən artıq materialın toplandığı bu fondda daş, mis daş, tunç, ilk dəmir, antik və orta əsrlər dövrünün maddi mədəniyyət nümunələri qorunur və nümayiş